Sensen benimsen, sahiller denizin. Sensen benimsen, eşkin denizinde. Ağ yelkenimsen oğlum, eşkin denizinde. Ağ yelkenimsen, eşkin denizinde. Ağ yelkenimsen, eşkin denizinde. Ağ yelkenimsen. Bu sevgi doyar, beladan bizi. Taşlara değmesin, sevdan gemisi. Bu sevgi doyar, beladan bizi. Taşlara değmesin, sevdan gemisi. Taşlara değmesin, sevdan gemisi. Bu sevgi doyar, beladan bizi. Taşlara değmesin, sevdan gemisi. Sevdan gemisi, sevdan gemisi. Tavan elə dün bilirsən. Yuxuda da qoymur, rahat yataq. Əcəb yuxu. Şirbala Slanoviç, sizi axtarırlar. Cəhənnəm axtarırlar. Mənə bax, 100 dəfə demişəm. Mənə bax, hey! Dolunsuz da. Hər aradan çıxırsan. Ayak süzgə düşürsən. Evdən, arvad uşaqdan qaça bilərsən. Mənə bax. Buradan hara qaçacaqsan? Ay, qocalığı da yorğalayacaqsan. Mənə baxın bildisə, məni sənin əlindən qutarsa ölüm qutara bilərsən. Ölsən də mənim əlimdən qutara bilərsən. Mənə də bildisə deyərlər. Həçək mənə də. Laf, yerin deşiğini girsən, sən tapıb çıxacaq. Həçək. Az bu gəmirsilər dəstəsini dalınca salıb düşmə girən bu küçələrə. Ne düşmüsən dalımca da? Hadi ne düşmüsən dalımca? Ay yümbül çifi. Bura bax, hey! Şansa qışqırma ki. Onsuz da geceler sana seysenir. Cəhənnəmə seysenir. Özgəsinin kənidi, öz atasının universamıdır da. Cəmaatın uşaqları dərsə gedir. Dərs oxuyur məktəbdə. Sən bu sürdü dalınca salıb düşmüsən bu küçələrə. Dərsə nöş gelmişsən, hə? Alo qoymur. Dərs yoxdur axı. Vururam sən öldür. Bunun dünyada xəbəri var ki, dərs yoxdur, nə yoxdur? Var, sənin var. Dərs yoxdur. Kanikuldur. Biz də çıxmışıq uşaqlarla belə gəzməyə. Ana, mən səni heç danışmaq istəmirəm. Cəhənnəmə. Sənlə danışanda Pul ver, sənliyirəm mən. danışma. Həccək mənlə. Səni də çəkin. Oy, yenə safım səninlə. Dərs yoxdur, kino var, video var. Apar uşaqları gezməyə. Nerede alımda salım gətirmirsən bu qastronoma? Az yana. Mənə bax, video zat pulsuzdur bəyəm. Pul ver də. Gəl mənim balam, gəl. Halis atam oxşayır. Ağasında pul, nə qədər pul olar? Ay mənim şirin şəkər canımı zəhərləyən Allahın belası. Gündə pul olar, hə? Bəsli biri, hə? Sənə dedim ki, gəl bir dəfəlik alimentuyu verim, apar. Bildin? Bir də belə erkdən mənim üstümə gəlməyi bildirsə. Ay yazıq. Sənin nə mavacibin var ki, ondan da mənə aliment verəsən? Elə şey yoxdur. Gündəlik xərcimizi ver, bəsimizdir. Bir də bura bax, Şirbala. Çox yuxarılardan gedirsən, enəcəksən yerə. Ayaqlarımın altında düşüb yalvaracaqsan. Ağlayacaqsan. Bax, onda sənin cavabı verəcəyəm. Hələ bu harasıdır? Harasıdır? Ümbildisə, sən gördüyün Şirbala ölüb. Hə, mən indi başqa Şirbalıyım. Hə? Sən cavanlıqda nə idin ki, indi də nə olasan? Bilmirəm hər nəsən. Hər kimsən, uşaqlarımın atasısan. Zəhmət çək, xərcimizi ver. Eşitmirsən? Tez elə tələsirik. Qışqırma! Kulaklarım kar değil. Sesim başıma düşsün. Sesim başıma düşenden sonra bir hafta kulaklarım tutulur, kalırım hekimlerde. Al. Al, hoş gittin. Dəstəyi çek buradan. Sen Allah dəstəyi çek buradan. Git, git oraya da git, git. Bak, evden çıktığın bir gün değil, uşaqların da sifetini değişip oxşatmışsan özüve. Ümbildirsə, selam verirəm qəriblikdə ölən atoğun goruna. Bir də buralara gəlmə anam, gəlmə. Sən ürəyini buz kimi sərin saxla Şirbala. Hər gün sənə bir iki dəfə baş çəkəcəyik.
Özündən müğayət ol. Mənə görə yox. Uşaqlarımızın xətrəsi üçün. Hələlik Şirbala. Ay bu hələlik həmişəli yol idi. Elə aradan çıxım ki, ümbilmisə məni gündüzün gün ortasında da axtarsa tapa bilməsin. Axtarıram səni mən, hardasan ay Şirbala? İşindən, əməlindən almısan başa bəla. İşindən, əməlindən almısan başa bəla. Yadına düşür bir, ah altadır qadın. Sən çıraqla gəzir, uşaqların arvadın. Sən çıraqla gəzir, uşaqların arvadın. Sən çıraqla gəzir, uşaqların arvadın. Uşaqların arvadın. Ne eləyim ayami? İşləyirəm də, sən deməni danlayırsan. Plan doldururam. Əmi, səndən bir şey xahiş eləmişim, nə oluyor? Nə xahiş? Ne tez yadından çıxdı? Əli Ağa Vahidin hekayələrindən demişdim də, 5-6'sın gəldi. Vahid hekayə yazmayıb, qəzəllər yazıb. Elə qəzəl də hekayədir, hekayə də qəzəldir də. Hay hay, tafotu yoxsa daha neyve lazımdır? O Füzuli'nin kitabını vermiştim sana ha. Onu qaytar görüm. Evdədir, gətirərəm. Mənə bax əmi, onun məqalələrinin 5-6'sını oxudum. Mən ölüm heç də başa düşmədim. Yama qəliz yazır, onu başa düşmək üçün gerək alim olasan, özü də xalisindən, mən ölüm. Hardan qanasan ay yazı? Məhəbbətdən başlayılır ki. Nə olaydı ay əmi? Hiç o arzuma çatıydı. O nə arzudur elə? Lisədən yaxa qurtarmaq. 5 anasından. Onu görüm lafı. Şirbala. Komisyonda Nigarın əntiqə paltar var, uşaqları qoyub gəlmişəm. Əmi salam. Salam qızım. Necəsiz, nə var, nə yox? Uşaqlar necədir? Çox sağ ol. Yaxşıyıq, babat dolanırıq. Eşitmirsən? Az bura bay deyil ha sənin üçün. Burada dövlət pulu var, başa düşdün? İndi yola salmadım səni ağa. Vay at ondan səni. Adı getdiğiyle qayıtdığın bir oldu bunun. Şirbala uzunçuluq eləmə. Ədəd uşaqlar indi dağda tükəni. Ay, bundan pul almaq, kərpətinlə bıx çıxartmaq öcədir. Ala mən verim. Siz niyə? Müsüdü də. Öz uşağına paltar da almayacaq. Atası ölüb bəyə. Ölüb. Mən sənə dedim ki, o Şirbala ölüb. Mən indi başqa Şirbalıyam. Başa düşdü? Bilirəm əl çəkən döyüksən, al. Al. Rədd ol buradan. Bir də buralara gəlmə. Puluvuzu atam poçtan göndərəcəm. Əl çək məndən. Xeyr mənim əzizim, mən rəva görmərəm ki, sən poçta gedib əziyyət çəkəsən. Hər gün özüm gələcəyəm pulun dalsıca. Sağ ol əmi. Hələlik Şirbala. Ay bu hələlik həmişəli yol idi. Həmişəlik. Sən neyi gülürsən, Heç utanırsan. Hə. Nə qədər gec deyil ağlı başıma yığ, qayıt uşaqlarımın yanına. Qətiyyən yox. Qətiyyən yox. Mənə bax, əmi, öz aramızdır. Sən elə belə danışıqların rəhm etdiyi atan bu dünyada suba yapardı. O kişi də elə belə deyə çərrət düz. Əmi kimi mənim tərəfimi saxlamaqda, ümbilli sənə müdafiə edirsən. Utanmırsan. Bu yaşda bundan sonra ailə qurmaq istəyirsən. Ay hay, ayıbdır. Nə olub mənə əmiyə? Mənim tacüstlərim elə indində evlənir. İndi biz səhvdir də, cavanlıqda eləmişik. Deyirsən bu səhvimizi düzəlməmiş bu dünyadan nakam gedək. Heç bilirsən nə edirsən. Yaxşı əmi, sən ama sən də Füzuli kimi qəliz danışma. Yaxşı bu da Əli Ağa Vahidin hekayələrindən 5-6'sını gətir, lazımdır mənə Nazlı'yı oxuyucuya. Özün də hazırlaş, toyumuzda tavana sən olacaqsan. Nazlı, o kimdir?
Nazlı mənim sonuncu məhəbbət. Sonuncu yox. Bəlkə də 10-cu məhəbbətdir. Bura bax Şirbalı. Bugündən etibarən mənim sən adlı qardaş oğlum yoxdur, bildin? Xudafiz. Ha! Xox! Adamını qazdı aşmağına bax. Sən öləsən. Nəslimizdə özümdən dəyanətlisin görmədim də. Balaca ayağın büdrədi,